Herkese selam yoldaşlar. Bugün sizinle 6 Aprel 2025-ci ildə Master School Tədris Mərkəzi tərəfindən keçirilmiş magistratura üzrə sınaq imtahanında istifadə edilən ingilis dili üzrə bilikləri yoxlayan test tapşırıqlarının izahına baxacaq. Bildiyimiz kimi 1-dən 5-ə qədər dinləmə suallarıdır və dinləmə suallarını işləməmişdən əvvəl gəlin əvvəlcə dinləməyə qulaq asaq, o arada qeydlərimizi götürək, sonra isə testlərin izahına baxaq. So, you'd better decide which university course you're going to do, Julia, as you simply can't delay this any longer. But I'm in no hurry, Dad. The main point is that I know I'd be elated to do business studies. Although a lot of my friends, especially Anna, says it sounds so boring. What is she going to study? Film studies. It does look exciting in comparison. I can see that business studies might sound dull to your friends, Julia, but you know, that's far from the truth. I know. And don't forget that with business knowledge, you might find it much easier to get a job. I'm sure your friend Anna will enjoy doing film studies, and in case she's lucky, she'll get a job she enjoys. However, there's a shortage of jobs in the film industry. So if I were her, I'd look for a different course. You're probably right, but it is what Anna wants to do. Oh, I find it really difficult to make up my mind. Don't you think that business studies will be a bit burdensome for me? Of course not. Did I tell you Jim Brooks will employ me in their accounts department in the summer holidays provided that I choose business? I told him I really enjoy working with numbers, and of course, I always got good marks in math at school, not like French, which I never did well in. Well, what about economics? That might interest you more and you might find a job working for an international bank or organizations. I've never thought of that, as no one at college has ever suggested economics. I'll go and look up some information on the internet right away. You're such a help. Thanks. Okay. Okay. Deməli, baxırıq birinci sualımıza, qeydlərimizi apardıq. Which of the following questions does the dialogue answer? Dialoq hansı suala cavab verir? A-da, where does Anna work? Anna harada işləyir? Atası dedi ki, Anna qərarını dəyişsə yaxşıdır, çünki film industry-də, yəni film sənayesində iş tapmaq, iş fürsətləri çox azdır. Yəni Anna heç yerdə işləmir. Yəni, bu mənasız sualdır. B-də, how much time has Anna got for making up her mind? Deməli, deyir ki, Anna'nın qərarını vermək üçün nə qədər vaxtı var? Qız dedi ki, I'm not in a hurry, tələsmirəm. Deməli, bu bizim Julia idi. Anna barədə isə məlumatımız yoxdur. C-də, why has Julia decided to study? Niyə görə Julia qərarı alıb ki, oxuyacaq? Bunu da bilmirik. D-də, what does Julia's best friend want to study? Julia'nın ən yaxın dostu harada oxumaq istəyir? Nə oxumaq istəyir? Bayaq da qeyd elədik, Julia'nın dostu Anna film industrisində oxumaq istəyir. Deməli, D-nin cavabı var. Cavabımız D variantı. Y-də, where does Julia plan to work after graduation? Julia məzun olduqdan sonra harada işləməyi planlayır? Qız dedi ki, Jim Brooks onu işə götürəcək, əgər belə deyək, business study eləsə, yəni business oxusa, amma atası isə ona deyir, economics oxu. Yəni bu, belə deyək, bizim üçün konkret bir şey deyil. Plus da Jim Brooks laf onu işə götürsə belə, biz Jim Brooks'un iş yerinin hara olduğunu bilmirik. Yəni bizdən soruşur, harada işləyəcək? Yəni ona Jim'in yanında deyə cavab verə bilmərik. Keçirik ikinci suala. What does her father say about business studies? Qızın atası business study barədə nə dedi? Deməli, A-da, this field is losing its popularity. Bu sahə öz populyarlığını itirir. Xeyr. B-də, it may be a main barrier in finding a job. Deyir ki, iş tapmaq konusunda məsələsində çox deyil, böyük bir maneə ola bilər. Xeyr.
C-də it is useless to opt for this branch. Bu sahəni seçmək mənasızdır, faydasızdır. Xeyr. D-də it will raise her chances in job search. Onun belə deyək, iş axtarışında şanslarını artıracaq. Bəli. Bayaqlarda qeyd elədik ki, it is not dull and easy to find job if business studies. Yəni əgər biznesi seçsə, o zaman iş tapma fürsəti daha yüksək olacaq. Və Y-də it is very risky career choice. Çox risklidir. Xeyr, bu barədə məlumat yoxdur. Keçirik üçüncüyə. Cümləni tamamlamamızı istəyir. Julia's father recommends her to think about economics as. Deməli, Julia'nın atası məsləhət görür ona ki, ekonomikanı seçsin, iqtisadiyyatı seçsin. Çünki nə dedik? Ən sonda yazmışıq. Economics seçsə, international banklarda asan iş tapacaq. Deməli, onda cavab B variantı. It will enable her to find a job on an international level. B. Keçirik dördüncü suala. Correct istəyiz bizdən. A-da Julia wants to choose a course as soon as possible. Julia mümkün qədər tez seçmək istəyir kursunu, amma qız bayaqlar dedi ki, I'm not in a hurry, yəni tələsmirəm. B-də the father's suggestion on a different field of studies seems appealing to Julia. Atasının belə deyək, təklifi, fərqli bir sahə seçmə təklifi qızına Julia'ya appealing görünür, yəni cəlbedici görünür, cazib görünür. Bəli, bu doğruydu. Qız da dedi ki, ən sonda o zaman mən internetdə axtararam bu barədə, araşdıraram. Deməli, B variantı doğru cavabdır. C-də Julia's father holds the view that studying business can be boring. Amma bayaq qeyd elədik ki, it is not dull. Boring, dull eyni şeydir, yəni sıxıcı deyil. D-də her father thinks that it might be difficult for Julia to study business. Atası düşünür ki, biznes oxumaq ona çətin olar. Xeyr, bu da deyil, asan idi. Və Y-də Julia is certain about her decision to study business. Julia qərarında qətidir ki, biznes oxuyacaq. Xeyr, atası economics deyəndən sonra qız dedi ki, mən hələ biraz da axtarım ən yaxşısı. Deməli, cavabımız B variantı. Və 5-cidə cümləni tamamlamamızı istəyir. Julia believes that, Julia inanır ki, A-da her friend can easily find a job. Dostu asanlıqla iş tapacaq, amma atası dedi ki, mən onun yerinə olsam başqa sahə seçərəm. Film industrisində iş tapmaq çətindir. Qız da onu dəstəklədi. Deməli, asan deyil iş tapmaq. B-də film studies sound less exciting. Film, belə deyək, təhsili ona az maraqlı, az həyəcan verici səslənir. Amma qız dedi ki, mən biznes oxumaq istəyirəm. Anna isə film studiya eləmək istəyir. Amma o mənimkindən məncə daha maraqlı görünür, maraqlı səslənir. Deməli, bu səhvdir. C-də she has poor knowledge about math. Onun riyaziyyatdan belə az biliyi var. Amma qız dedi ki, mən həmin o Jim Brooks'a da demişəm ki, riyaziyyatım güclüdür və rəqəmlərlə çox yaxşıyam. Deməli, bu da səhvdir. D-də she needs to refer to web sources for extra information. Bəli, ekstra məlumat almaq üçün gərək internetdən də, internet mənbələrindən də belə deyək, istinad eləsin. Bu doğru cavabdır. D variantı doğrudur. Y-də she thinks business studies are more exciting than film studies. Biznes oxumaq, film oxumaqdan daha həyəcan vericidir, amma tərsinə. Film daha həyəcan verici idi biznesdənsə. Deməli, cavabımız D variantı. Vəssalam. Keçirik növbəti suallara. Okey, bilirik ki, 6-dan 10-cu suala qədər birinci mətnimizə aiddir, 11-dən 15-ə qədər isə ikinci mətnimizə aiddir. 6-cı suallarda 4 hissəli true-false tipli suallardır. 4-dən 4-ünə də doğru cavab versəz 1 bal alırsınız, 4-dən 3-ünə doğru cavab versəz 1-ni ya yazmasaz və ya səhv cavab versəz 0.5 bal alırsınız. 2 və daha az olduqda isə 0 bal almış olursunuz. Baxırıq indi 6.1-ə. Euclid is often called the father of geometry. Evklid belə geometriyanın, yəni həndəsənin atası hesab edilir. Bəli, bu doğru cavabdır. Birinci abzasda qeyd olunur ki, an ancient Greek scholar referred to as the father of geometry. Deməli, bu true olmuş oldu. 6.2-də Elements was written by Euclid in the 2nd century BC. Elements kitabı Evklid tərəfindən eramızdan əvvəl 2-ci əsrdə yazılıb. Amma nə deyirdi? 2000 il əvvəl belə deyək, yazılıb. Adam da zaten 3000-ci illərdə yaşayıb. Deməli, bu false olmuş oldu. Çünki 2-ci əsr 200
200-cü il deməkdir. Bu isə 2000 il əvvəldən söhbət gedir. 6.3-də Euclid's Elements established a logical framework for mathematics based on axioms and postulates. Deyir ki, Evklidin Elementlər kitabı belə aksiyomalar və postulatlara əsaslanan belə məntiqi riyaziyyat belə deyək biliyi yaradıb, məntiqi riyaziyyat belə deyək sahəsinin əsasını qoyub. Bəli, bu da doğruydu. Mətnə deyir ki, the work is built on definitions, axioms, postulates and logical reasoning. Deməli, bu da true olmuş oldu. 6.4-də Euclid's deductive approach to mathematics influenced later thinkers like Isaac Newton. Deyir, Evklidin deduktiv yanaşması, riyaziyyata yanaşması sonrakı belə deyək, düşünürləri, alimləri belə deyək, çox mütəəssir eləyib, onlara da təsir göstərib. Misal üçün Isaac Newton. Bəli, burada da qeyd olunur ki, Albert Einstein və Isaac Newton kimi alimlərə də təsirsiz ötüşməyib. Deməli, bu da true olmuş olur. Keçirik 7-yə. Deməli, deyir, 5-ci paragraf hansı cümlə ilə başlayar? 5-ci paragrafa baxırıq. Yazır ki, Euclid's influence extends far beyond mathematics. His logical approach to problem solving became a model for other fields of study, such as philosophy, science and law. Deməli, deyir ki, Evklidin təsiri riyaziyyatdan ötəyə belə deyək uzanırdı. Onun problem həll eləməyə olan məntiqi yanaşması bir çox elm sahələrinə də belə deyək rol model oldu. Misal üçün fəlsəfəyə, elmə və hüquqa. Deməli, bu abzasda Evklidin riyaziyyatdan başqa sahələrdə də olan təsirindən söhbət gedir. A-ya baxaq. The impact of Euclid's ideas can still be seen in modern scientific research and education. Bəli, elə bu doğru cavab kimi görünür. Evklidin belə deyək, ideyalarının təsiri indinin özündə də müasir elm araşdırmalarında və təhsildə görünə bilər. Yəni, hər şeyə təsiri var. Doğru cavab A variantıdır. B-yə baxaq. Euclid's contribution to mathematics were initially met with skepticism. Evklidin belə deyək, riyaziyyata olan töhfələri ilk başlarda şübhə ilə yanaşılırdı. Xeyr, bu o abzasın başlığı ola bilməz. C-də over time Euclid's work was replaced by more advanced mathematical theories. Zaman keçdikcə Evklidin işləri daha üst düzey riyazi teorilərlə əvəz edildi. Amma biz Evklidin təsirindən danışırıq, onun dəyişdirilməsindən yox. D-də unlike other mathematicians of his time, Euclid focused on astronomy as well. Öz zamanının digər riyaziyyatçılarından fərqli olaraq Evklid astronomiya ilə də maraqlanırdı. Ona da fokuslanmışdı. Xeyr, bu əlaqəsizdir. Astronomiyadan danışmadı, fəlsəfədən falan danışdı. Y-də the decline of ancient Greek civilization led to the loss of Euclid's works for centuries. Deyir ki, qədim Yunan mədəniyyətinin çöküşü Evklidin əsərlərinin əsrlər boyunca itkin düşməsinə səbəb oldu. Bu da deyil. Vəssalam. Keçirik 8-ə. Didaktiv sözünün mənasını istəyir. Elə əslində bu sözün mənasını elə ardınca vermişdi ki, Euclid's approach was revolutionary because he developed a deductive system where each proposition is derived from previously established facts. Deməli, elə bunun cavabı bu olacaq. Using a systematic approach to reach conclusions from established facts. Yəni, özü zaten açar sözü verib. Didaktiv sözünün mənası, yəni əvvəlki faktlardan belə deyək də, nəticə çıxarılaraq öyrənilmə deməkdir. Yəni, bir növ əvvəlki təcrübələrimizə əsaslanan deməkdir. 9-cu. By writing elements, Euclid aimed to, deməli, Elements kitabını yazaraq Evklid nəyi hədəfləyirdi? Deməli, baxaq görək. A-da, provide a comprehensive foundation for understanding mathematics. Deməli, bunu yazaraq, deməli, nə edirdi?
A-da deyir ki, riyaziyyatı anlamağa hər tərəfli, ətraflı foundation təmin eləyirdi. A ola bilər əslində. B-yə baxaq. Challenge the works of other mathematicians. Digər riyaziyyatçıların işini çətinə salmaq istəyirdi. Xeyr. C-də teach mathematical concepts through examples. Nümunələr verərək belə deyək, riyazi konseptləri öyrətməyə hədəfləyirdi. Xeyr. D-də address practical problems in daily life. Gündəlik həyatın praktiki problemlərini ünvanlanırdı. Xeyr. Make his work accessible to the general public. İctimaiyyətə öz işini belə deyək, əlçatan etmək istəyirdi. Xeyr. Elə A variantı doğru cavab kimi görünür. Deməli, mətnə baxaq. Is a collection of books that systematically presents the fundamental principles of geometry. It is one of the most widely read and influential books in the history of mathematics. Bəli, elə kitabın belə deyək, yazılmasının əsas məqsədi hər tərəfli bünövrə qurmaq idi riyaziyyat elmində. Və 10-cu hansı sualın cavabı var? Bir də deyir ki, what are some key topics covered in Euclid's Elements? Evklidin belə deyək, elementlər əsərində əsas topiklər, əsas mövzular nələr idi? Baxaq, mətndə deyirdi ki, deməli, various topics including plane geometry, number theory and solid geometry. Bəli, bunun da cavabı var. Biri götürürük. 2. How long was Euclid's Elements used as a primary textbook for teaching mathematics? Nə qədər müddət Evklidin Elementlər kitabı riyaziyyatı belə deyək, tədris eləmək üçün əsas textbook olaraq seçilib? Over 2000 years. 2000 ildən çox. Bunun da cavabı var. 3. Why was Euclid's approach to mathematics considered revolutionary? Niyə görə adamın belə deyək, riyaziyyata olan yanaşması revolutionary hesab olunurdu, yəni inqilabi hesab olunurdu. Çünki nə deyir? Because he developed a deductive system. Çünki o deduktiv sistem yaradıb ona görə. Yəni əldə olan biliklərə əsaslanan. 4-cü, what personal challenges did Euclid face during his lifetime? Evklid ömrü boyunca hansı şəxsi belə deyək, problemlərlə üzləşib? Bilmirik. 5-də, what other famous works does Euclid have besides Elements? Elementlər kitabından başqa hansı əsərləri olub? Bunu da bilmirik. Cavab 1, 2, 3. Əgər bu sualda 1, 2, 3-dən fərqli cavab yazsaz, artıq 0 bal almış olursunuz. Keçirik növbəti 11-ci sualımıza. 11.1-də Giant pandas can only be found in zoos around the world. Deyir ki, nəhəng pandalar ancaq zooparklarda tapılır dünyada. Xeyr, mətndə deyirdi ki, Çində rast gəlinir. Çinin belə deyək, meşələrində. Deep in the forest of China. Deməli, bu səhvdir. Zooparklarda deyil. The destruction of bamboo forests is a threat to panda survival. Deyir ki, bambuk meşələrinin məhv edilməsi pandaların həyatda qalmasına təhdid edirdi. Bəli, bu doğrudur. Çünki deyir ki, mətndə deməli, bir dəqiqə. Deməli, however, bamboo forests are disappearing due to deforestation and climate change and making it harder for pandas to survive. Deməli, bambuk ağacları deforestation səbəbindən dolayı, yəni meşələrin qırılma səbəbindən dolayı artıq yoxa çıxmaq üzrədir. Bu da onların həyatda qalmasına belə deyək, çətinlik törədir. Doğrudur. 11.3-də pandas eat both plants and meat in equal amounts. Pandalar deyir, həm bitki, həm də ət yeyirlər. Amma mətndə deyir ki, yalnızca demək olar ki, bambuka belə deyək, əsaslanır onların diyetaları. 38 kilo gündə bambuk ağacı yeyirlər. Deməli, bu səhvdir. Eyni miqdarda ət yemirlər. 11.4 Conservation efforts have helped improve the giant panda population. Deyir ki, bu qoruma tədbirləri onların populyasiyasının belə deyək, inkişaf etdirilməsinə kömək olub. Bəli, mətndə deyir ki, artıq belə deyək, breeding programs to help increase their population.
Thanks to these efforts, the giant panda was removed from the endangered species in 2016. 2016-cı ildə belə nəsli kəsilməkdə olan növlər siyahısından çıxarılıb. Deməli, doğrudur. 12. Giant pandas communicate by. Deməli, bu nəhəng pandalar necə ünsiyyət qururlar, necə əlaqə saxlayırlar bir-birləri ilə? Yuxarıda qeyd edilmişdi. Bir dəqiqə. Pandas are solitary animals that communicate through vocal sounds and scent marking. Deməli, tək yaşayan heyvanlardılar və ancaq səslər çıxartmaqla və qoxu buraxmaqla belə deyək, ünsiyyət qura bilirlər. B bəndi. Making sounds and leaving scent marks. 13-də why do pandas not hibernate like other bears? Niyə görə digər ayılar kimi pandalar qış yuxusuna getmirlər? Hibernate qış yuxusu deməkdir. Niyə qış yuxusuna getmirlər? Çünki as bamboo is available year round. Bambuk ağacları il boyunca belə deyək, əl çatan olduğuna görə. Deməli, cavabımız B variantı. Bamboo is available throughout the year. İl boyunca müsaitdir, əl çatandır. 14-də vulnerable sözünün mənasını istəyir. Vulnerable dəymə düşər deməkdir. Yəni, həssas, belə deyək, təhlükə riski olan. Deməli, C variantı. At risk of harm or danger. Və 15-də hansı sualın cavabı var? 1-də what is the primary diet of giant pandas? Nəhəng pandaların əsas diyetası, qidası nədir? Bayaq da qeyd elədik ki, 38 kilo gündə bambuk yeyirlər. Birinci cavabı var. 2. How long can pandas survive without food? Yemək yeməsə, nə qədər müddət pandalar sağ qala bilər? Bilmirik, bu barədə məlumat yoxdur. 3-də what's the average weight of an adult panda? Yetişkin bir pandanın orta kütləsi, çəkisi nə qədərdir? Bilmirik. 4-də how has China used pandas for diplomacy? Çin, belə deyək, siyasət üçün pandalar necə istifadə edir? Baxın, deyir, China has even used pandas as a part of its diplomacy, gifting them to other countries as a sign of goodwill. Yəni, siyasətdə onu istifadə edirlər, başqa ölkələrə hədiyyə olaraq verirlər ki, sanki xoş məramın, xoş niyyətin, belə deyək, göstəricisi olaraq. Deməli, 4-cü cavabı var. 5-ci, what are the main threats to the panda population? Panda əhalisinə belə deyək, əsas təhdid, əsas təhlükə nədir? Bambuk meşələrinin məhv edilməsi. Bayaq da qeyd elədik. Deməli, cavab 1, 4, 5. 16-da hekayə qurmamızı istəyir. Əvvəlki izahlarda da və dərslərimizdə də demişik ki, içində en artikli olan cümlələr adətən ilk başlayan cümlələr olur. 3 ilə başladırıq cümləmizi. Ya cavab A-dır, ya C-dir, ya Y-dir və fikir veririksə, 3-cü cümlənin sonunda qoşa nöqtə qoyulub. Deməli, qoşa nöqtədən sonra dırnaq açılmalıdır. 3-dən sonra heç vaxt 4 ola bilməz, amma 5 ola bilər. Ya 1-dir, ya 5-dir. Okay? Və 5-də isə deyir ki, oh, that's a bit expensive, isn't it? Biraz bahadır, elə deyilmi? Yəni, bu that dediyi şey nədir? Nə bahadır? Baha olan nədir? Bunu bizə əvvəlcədən deməyib. Ona görə 5-i götürə bilmərik. Cavab elə çıxır A variantı. Deməli, bir gün adamın biri hüquqşünasın ofisinə gedir və ondan soruşur. Üzr istəyirəm, siz yəni neçəyə iş görürsünüz? How much do you charge? O da deyir 4. The lawyer responds. Hüquqşünas cavab verir. Deməli, burada da qoşa nöqtə qoyulsa dırnaq açılmalıdır. 2. I charge 1000 to answer 3 questions. 1000 alıram 3 suala cavab verməkdən ötürü. 1000 pound alıram. Deməli, sonra isə 5. That's a bit expensive, isn't it? Elə deyilmi? Səncə baha deyilmi? O da deyir 6. Bəli, bahadır. What's your third question? Bəs 3-cü sualın nədir? Yəni 2 dənə sual artıq soruşdu. Cavab A variantı. Keçirik 17-yə. Zaman sualıdır. By the end of this week, bu həftənin sonuna qədər. Deməli, yoldaşlar, by the end of this week, ümumiyyətlə, baylı zaman sual cümlələri görürsünüzsə, bu mütləq şəkildə ya keçmiş bitmiş zamandır, ya da gələcək bitmiş zamandır. Təbii ki, burada da this week deyibsə, bu həftənin sonuna qədər deyibsə, deməli, hələ o zaman dilimi olmayıb. Gələcəyə dair danışacaq. Deməli, gələcəyin bitmiş zamanı, o da cavab yalnız D variantında var. By the end of this week, she will have completed all the reports she has prepared earlier. Deməli, cavab D bəndi.
Zaten B variantı zaman uzlaşmasına görə çıxır, Y variantı zaman uzlaşmasına görə çıxır, C variantı zaman uzlaşmasına görə çıxır. Qalır təkcə A ilə D variantı arasında. Və by-a görə isə bitmişin olduğunu bilirik. Deməli, cavab elə D bəndi. 18-də cümləni passive voice-a çevirmemizi istəyir. They have repaired the bridge after the storm. Onlar körpünü, belə deyək, tufandan sonra təmir ediblər. Bunu passivə çevirərkən biz təbii ki, tamamlığı tapmalıyıq. Tamamlıq feildən sonra gələn isim olur ya da əvəzlik olur. Deməli, repair, təmir eləmək feilindən sonra gələn bridge sözü, körpü sözü bizim tamamlığımızdır. Deməli, onda bridge-i atacaq qabağa. The bridge ilə başlayacaq cümləmiz. Yəni, A deyil, D deyil. Qalır B, C, Y əlində və zamanımıza baxırıq ki, have ilə verilib. Deməli, indiki bitmiş zamandır. Yadımızda qalsın ki, indiki bitmiş zaman normal nəqli cümlələrində sadəcə elə ya have olaraq qalacaq, əlavə bin artırılacaq, ya da maksimum həzə çevrilə bilər. Heç vaxt başqa şeyə çevrilə bilməz. Deməli, normal nəqli cümlədən söhbət gedir. Deməli, Y-ni atırıq. Burada had istifadə edib. Keçmiş bitmiş olmaz. C-ni atırıq. Burada ümumiyyətlə passive voice yoxdur. Çünki passive voice üçün to be olmalıdır. Am, is, are, was, were ya da been olmalıdır. Ona görə cavabımız B variantı olur. 19-da IDS cəmdədir. Deməli, zət və ya zis ola bilməz. Bunlar sayılan tək ya da sayılmayan isimlərlə işlənir. Cavab ya B-dir, ya D-dir, ya Y-dir. Seem interesting, but need further explanation. Deməli, burada da need feilimiz heç nə S falan qəbul eləməyib. Deməli, bu cəm xəbərdir. Bilirik ki, üçüncü şəxsin təki it mütləq şəkildə feilə S artırmağımızı istəyir indiki sadə zamanda. Deməli, onda cavabımız B variantı olacaq. They need olacaq. Və 20-ci, sonuncu sual. Cautious sözünün definitionını istəyir. Cautious, tədbirli, ehtiyatlı deməkdir. Yəni, careful to avoid risks, yəni risklərdən qaçınmaq üçün diqqətli olmaq deməkdir. 1-ə B variantı uyğun gəlir. Cavab ya B-dir, ya Y-dir. 2-yə generous, ələ açıq deməkdir, yəni səxavətli. Yəni, willing to give or share freely, yəni pulsuz şəkildə bir şeyi paylamaq, vermək istəyi olan. 2-yə A uyğun gəlir, elə cavab çıxdı, B variantı. 3-ə də C uyğun gələcək, reliable, yəni etibarlı, o da can be trusted. Vəssalam, 1-ə B, 2-yə A, 3-ə C. Bu qədər yoldaşlar, sizinlə mən idim, Xamis müəllim. İnşallah növbəti izahlarda görüşənədək.